Salam, hörmətli izləyicilərimiz. Bugünkü izahımız Azərbaycan dil fənni ilə bağlı maraqlı bir sual izah olacaq. İzahımıza başlamamışdan əvvəl kanalımıza abunə olmağı unutmayaq. Yallah, başlayaq. Deyir ki, qələm seçək. Ara söz işlənmiş müəyyən şəxsi cümlə müəyyən. Deməli, həm müəyyən şəxsi cümlə olsun, həm də ara söz olsun. Cümləni müəyyən edin. Baxaq variantlara. Deyəsən, həyəcandan qızın dili topa qurdu. Nə edirdi? Qızın dili topa qururdu. Nə səbəb? Həyəcandan. Bilirik ki, deyəsən sözü təhlil olunmayacaq. Niyə təhlil olunmayacaq? Bilirik ki, xitab və ara sözlər qrammatik cəhətdən cümlə özləri ilə bağlı olmayan sözlərdir. Ona görə də bunları sintaktik təhlil edə bilmərik. Deyəsən sözdə ardıcıl vergüllə qoyulduğundan bilirik ki, ara sözdür. Deməli, ara söz işlənib. Birinci şərtimiz ödənilib. Ara söz işlənib. Həyəcandan qızın dili topa qururdu. Bir də dil topa qurmaq frazeoloji birləşmədir. Qızın dildə ismi birləşmədir. Bunlar ayırmaq olmaz. Ona görə də qızın dili topa qururdu ifadəsini birlikdə nə götürəcəyik? Xəbər. Hansı cümlədir? Sadə cümlənin şəxsi hansı növünə aiddir? Şəxsi cümlədir. Çünki mübtədası yoxdur. Müəyyən şəxsi cümlə yoxdur. A, deməli bizim cavabımız deyil. B-yə baxaq. Deməli bizə gəlməyəcəklər. Nə etməyəcəklər? Gəlməyəcəklər. Hara gəlməyəcəklər bizə nədir? Yer zərfliyi. Deməli də yenə də ara sözdür. Bizə gəlməyəcək kim? Qeyri-müəyyən şəxslər. Yəni bilinməyənlər. Onlar. Bu da nədir? Qeyri-müəyyən şəxs cümlədir. Ara sözü işlənib, amma müəyyən şəxs cümlə yoxdur. B də bizim cavabımız olmayacaq. B ilə çıxdıq. D-yə baxaq. Şair, bayaqdan səni gözləyirəm. Nə edirəm? Gözləyirəm. Kimi gözləyirəm? Səni. Nə vaxt, nə zaman? Bayaqdan. Zaman zərfli şair. Şair sözündə birdən çaşıb mübtəda götürərsə, xeyr, mübtəda deyil ha. Baxaq, şair, bayaqdan səni gözləyirəm. Müraciət olunur da, şairə müraciət olunur. Deməli, müraciət bildirən sözlərdə nədir? Xitabdır. Biraz əvvəldə dediyimiz kimi xitab və ara sözlərdə sintaktik təhlil olunmur da, cümlə üzrə qrammatik cəhətdən bağlı olmadıqları üçün. Bayaqdan səni gözləyirəm. Kim? Mən. Mübtədası yoxdur, özümüzdən bərpa edə bilərik. Müəyyən şəxs cümləndə şərt yoxdur. Ya mübtəda işlənəcək, ya da işlənməsə özümüzdən bərpa edə bilərik. Nə zaman bərpa olunmayacaq? Üçüncü şəxsin cəmində. Deməli, müəyyən şəxsi cümlə işlənmişdir. Bəli, bu var. Amma ara söz olmadığı üçün D-ni də götürə bilmirik. Doğrusu tədbirdə iştirak etməmişlər. Nə etməmişlər? İştirak etməmişlər. Xəbər. Nə səbəbə iştirak etməmişlərə xəbər götürür? Çünki bir də etmək, eləmək, olmaq sözləri qoşulu sözlə birlikdə nə olur? Xəbər götürülür. Harada iştirak etməmişlər? Tədbirdə. Bu da nədir? Yer zərfliyidir. Doğru